Selamun Aleyküm. Bu da bizim dağdaki arıxanamız. Bugün gelmişik Allah korusa derman vurmağa. Bizim bir çekim paylaşım buranın təbiətini, buranın gözəlliyini. Bu da bizim işçilərimiz. İşçimiz var burada. Selamun Aleyküm. Bunlar aylıq maaşla işləyirlər. Birisi de daldan izləyir, birisi qabaqdan izləyir. Burada işıqlar. Hava qaralan kimi ışıqlar öz-özünə yanır. Arılar da maşallah gözəl hərəkət var. Az da olsa çiçək pozunu da gətirirlər. Biraz şirə də gətirirlər. İnşallah yaxşı olacaq. Birazdan dərman vurmaya başlayacağım. Dərman vurandan sonra da sizə çəkib paylaşaram. Dərmanı vurdum. Hava da qaralıb. Bir çay çörək yeyib gəldim. Dedim baxım görüm nə var burada. Nə tökülür, nə var mı? Bir de arıların hərəkətinə, reaksiyasına baxın üstündəki varro agenələrini tökməyə çalışırlar. Görürsünüz arıların hərəkətini, dərmanın təsirini, arının genələ qarşı necə mübarizə apardığını bu hərəkətlərdən bilmək olar. Səhərə kimi genələrin bir çox hissəsi töküləcək, yəni təmizlənəcək. Amma bu genələr yeşiyin içindən 100% təmizlənmir. Arıçılar 3 gündən, 5 gündən, 1 həftədən yəni dərmanın növündən asılı olaraq bu genələrə qarşı mübarizə aparırlar. Dərmanlar da arının təkcə üstündə olan varro agenələrini tökür. Yəni bu varro agenələri arının toxumunun içində, yəni yumurtanın içində də olur. Hər bir arı çıxası gözləyən, yəni bir yumurtanın içində də 3 dənə, 5 dənə varro agenəsi olur. Yəni hamısında olmasa da bir çox hissəsində olur. Yəni bu apardığım müalicədən asılıdır, dərmanlarından asılıdır. Çox da ola bilər, az da ola bilər. Bu müalicəni düzgün aparmasan və yaxud müalicə heç etməsən, bir müddət sonra bu varro agenələri çoxalaraq yeşiyi tamamilə məhv edir. Bu da həminki arıların üstündə olan varro agenəsi. Bacardığım qədər yaxından çəkməyə çalışıram. Gördüyünüz kimi dərmanın tərsindən genələr çapalanır. Arılar isə keyf eləyir. Qabağına dəmir qoymuşdum ki, baxım görün nə tökülür, nə boya tökülür bu genə. Bu da tökülən genələr. Hardasa 60-70 dənə saydım. Qarışqa da var, qarışqalar da yeyir bunu. Ondan yuxarı saya bilmədim. Qısacası şükür Allah, hələ ki vaxtı-vaxtında dərmanlamanı eləyirik. Siz də arıları düzgün şəkildə vaxtı-vaxtında dərmanlamanı edin ki, arılarınız sağlam olsun. Sağ olun, inşallah növbəti videoda görüşərik.